Esselamu Aleyküm değerli kardeşler. Her vaxtınız xeyir, hörmətli izləyicilər. Artıq noyabr ayının sonundur. Havalar da soyuyur. Elhamdülillah oktyabr-noyabr ayının əvvəlinə kimi havalar mülayim keçdi. Bir çox evlərdə demək olar ki, heç kombini radiator hissəsi istifadə olunmadı. İndi artıq yavaş-yavaş hamı radiatorunu ya yoxlayır, ya artıq qoşub işlətməyə başlayır. İlk növbədə tövsiyəm, eğer bunu eləyirsinizsə, kombidə elementar sizin bacaracağınız qədər bir şey var. Onu eləməyə, eğer bacarırsınızsa eləyin. Kombinin, hər bir kombinin расширительный bakı var. Yəni belə deyək də, genişlənmə çəni var. O çən hər bir kombidə var. Onun işləməsi vacibdir. Eğer siz əsas da qış mövsümündə təzyiq düşür ya da qalxır, tez-tez əsas da gecə saatlarında diskomfort yaradır. Durursunuz ki, evlər soyuqdur, gəlirsiniz görürsünüz ki, təzyiq düşüb olub sıfırda. Bu halının olmasını istəmirsinizsə, ustanızı çağırın, genişlənmə çəninizi yoxlasın, işləyirsə ona bir atmosfer hava vursun, işləmirsə onu yenisi ilə əvəzləsin. Qış mövsümündə ən vacib olan şey odur və zəhmət olmasa, eğer kanala abunə deyilsinizsə, abunə olun. Digər sizə qış mövsümündə kombidə vacib olan şeyləri vaxtaşırı video çəkib məlumatlandıracağım. Diqqətinizə görə sağ olun.